Bir daha mən oxucularımızı, izləyənlərimizi salamlayıram. Hər vaxtınız xeyir olsun deyirəm əziz dostlarımıza. Özü ki bilirsiniz əziz dostlar, bizə bir sıra mesajlar gəlir, bizə bir seri zəng atırlar. Görürük uşaq dostlarımız, zətlərimizi bizlərə bir neçə dənə sual verirlər. Deyirlər, yaxşı olar ki bu sualları da siz öz videolarınızda açıqlayasınız, cəmaata biləxərə bir məlumat verəsiniz. Mən bir neçə dənə suallar ki var, titri var, bunları açıqlayıram ki, inşallah gələn videolarda da bunları biz üstündə işləyək və söhbət eləyək. Böyündə bir ayrı bir mövzuya işarə edəcək ki, onu da mən söhbətlərimin içində deyəcəyim. Az cümlə bunlar deyirlər ki, bəli, Nəvidi Azərbaycan 1377-də başlandı intişarına. Nə oldu və nələr səbəb oldu, kimlər səbəb oldu bu Nəvidi Azərbaycanı dayandırdılar və toquf elədilər, qoymadılar Nəvidi Azərbaycan müntəşir ola. Bunu ilə əvvəldən biraz elə açıqlayın. Bəlkə də o zaman biraz aşağı yuxarı yazmışıq nəşriyyədə. Amma tamam-kəmal yazmamışıq. Bunları biz açıqlayaq. Bunun da üstündə gələn cələsələrdə bir videomuz olar. Sonra bir dənə sual veriblər bizə, ya bir dənə istəkləri olub, ya bir önəriləri olub, pişnahadları olub biləmizə. Deyiblər, Nəvidi Azərbaycanda bir seri o zaman əlizi qoyurdunuz bir sıra mətləblərin üstünə, mövzuların üstünə, fərhəngi, ictimai, siyasi. O mövzuları da gətirəsiniz, onun üstündə də bir sıra söhbətlər edəsiniz və eşiyə məlumat verəsiniz. Bir dənə sual veriblər ki, əsas sualdır. Dil barəsində sual veriblər ki, özü ki bilirsiniz, sosial şəbəkələrdə bir sıra manqurtların əli ilə, bir sıra İran şəhərlərinin əli ilə çox həzmələr var bizim dilimizə. Bunlar elə zorla baskı verirlər, şantajlıq edirlər, cəv yaradırlar ki, Azərbaycan xalqının dili Azəri dildir. Bunlar türk deyirlər, türklər ayrı məqullədir, Azərbaycancılar ayrı məqullədir. Bizdən dostlarımız, izləyənlərimiz istəyirlər ki, bu barədə də biz söhbət eləyək və vurğulayaq ki, xeyr, bizim dilimiz Azərbaycan türkçəsidir, Azəri dil əslində ki, vücudu xaricisi yoxdur. Bir dənə qondarma, bir dənə kələmədir, qondarma bir dənə istilahdır ki, bunu İran şəhərlər, manqurtlar salıblar dillərə və deyirlər ki, sizin müstəqil diliniz yoxdur, hüviyyətiniz yoxdur və ha belə bir cür şantajlıq edirlər. Bunun da barəsində biz obsi videolarımızda buna pərdaxt edəcəyik. Bir dənə də çox mühüm sual veriblər ki, mənə belə gəlir bu sualın da yeri var bugünkü günə ki, biz 21 Azərə yaxınlaşırıq, onun barəsində söhbət edək. Bunlar sualı belə veriblər ki, 21 Azər məsələsi hardan başlandı, nə tərə başlandı, niyə başlandı və bunun sərəncamı haraya çatdı? Pəhləvi ayrı bir buna bir cəv yaradır, ayrı bir özünə bir istidlallar yaradır və o qədər məsələlər, faciələr ki, indi biz girəcək bu bəhsin içinə yaranırlar. Pəhləvi bunu ayrı bir məsələyə ya ayrı bir axıma bunu çevirir. Özü ki bizim özümüz bilirik. Biz əlbəttə bunu da vurğulayım. Biz bugünkü cələsəmizdə hörmətli ustadımız cənab-ı Duştur Cəmal Ayrunlu'nun huzurundayıq. Ustadımız Cənab-ı Nəzərinin huzurundayıq ki, bunlar bizim Azərbaycanımıza, hətta bizim elə məmləkətimizə bir dənə böyük nemətdirlər, böyük bir dənə sərvətdirlər, böyük bir dənə bizə bir deyirik gəncinədirlər, bunlar bir dənə xəzinədirlər ki, hər zaman bunlardan biz faydalanmalıyıq və bu yöndə bu 21 Azər məsələsinə biz bu cür girəcəyik və bunun üstündə söhbət edəcəyik. Mən qısaca olaraq istəyirəm bunu belə söhbətin içinə girəm. 1320-ci ildə ki, Rza Şahın axır demək olar dövrlərində belə olur ki, Şurəvi o zaman Ruslar Şurəvi adında bunlar fəaliyyətləri var idi və bir dənə məmləkət idilər. Şimal hissədən girirlər Azərbaycan, hətta Kürdistanı bunlar işğal edirlər. Bu tərəfdən də cənub hissəsindən də Britaniya ya İngilislər gəlirlər, cənub hissəsini işğal edirlər. Bəndər Abbas gedir, Xuzistan, Əhvaz, Xürrəmşəhər, Abadan, hətta Kermana kimi bunlar gəlirlər, işğal edirlər. Bu bəhanəyə ki, son 2-ci Dünya Savaşıdır və ölkələr, məmləkətlər iki qrupa təqsim olurlar. Bir mehvərdə orada var Alman, orada var İtaliya, orada var Japon. Bir tərəfdə də müttəfiqlər var, Şurəvidir, İngilisdir,
Amerikadır, Fransadır ki, bu dördü əsasdır. Bu digər ölkələr də var. Kanadadan tutub, Ləhistandan tutub, Çekoslovakdan tutub. Bunlar müttəfiq şəkildədir. Almanlar Rusla dərgirdirlər, müharibədədirlər, cəngdədirlər. Alman bunlarla cəngdə olurlar. Alman bilir müttəfiqlərin kömək yolu İranın cənubundan, Xəlici Farsdan gəlir, gedir, Xəzərdən gəlir, gedir, bunlara kömək olur. Bunlar qorxurlar ki, Almanca ilə İranda nüfuz eləyə, bu iki yolun qabağını bağlaya, Ruslara kömək getməyə. Bu bəhanə ilə Ruslar gəlirlər, İranı işğal edirlər şimaldan, cənubdan da İngilislər gəlirlər, işğal edirlər və nəhayətdə bu iki ölkənin baskıları ilə bais olur ki, Rza Şah gəlir, neynir? Hökuməti qoyur yerə və oğlunu gətirir ki, vəliəhdi oturur, mindirir hökumətə. Pəhləvi ki, gəlir hökumətə girir 1320-də ta 1324-ə qədər və hətta 1325-ə qədər İranın siyasi, ictimai və iqtisadi vəziyyəti demək olar çox düzgün bir vəziyyətdə. Narazılıq var, iqtisadi baxımından millətin məsələsi var, əmniyyət məsələsi var, naəmnilik var bizim məntəqələrdə. Bu vəziyyət bizim ustalarımızda var. Azərbaycan xalqı Pəhləvi rejimindən razı deyil. Həm fərhəngi baxımından razı deyil. Niyə ki, Rza Şah birinci dəfə olaraq gəlir, öz dövründə türk dilini qadağa qoyur. Türk dilini yazmağın, oxumağın, danışmağın və təhsil eləməyin qabağını alır və qadağa qoyur. Pəhləvi də təqribən gələndən elə o siyasəti idamə verir. Fərhəngi baxımından da millət Azərbaycanın xalqı gəlir mərkəzi dövlətdən çox razılığı yoxdur və xoşluğu da yoxdur. İqtisadidə də narazıdır, ictimaidə də narazıdır, fərhəngdə də narazıdır. Və bu atmosferin içində Seyid Cəfər Pişəvəri ki, Rza Şah zamanında Rza Şaha ələni tənqidlər eləyib və özü də bir jurnalist idi, Ajil nəşriyyəsini o zaman çağırdırmış və dəfələrlə Rza Şah zamanı bu zindana düşür. Ki, Rza Şah hökumətini verəndə Pəhləviyə, oğluna bu zindandan azad olur. Yenə də mübarizəsini idamə verir. Yenə də milləti və Azərbaycan xalqın oyadır, yaxşı danışan imiş, yaxşı yazan imiş və millətin zehnini hazırlayır ki, Təbrizdə bir dənə Azərbaycan hökumət, demokrat hökuməti yaransın. Bu atmosferlərə görə Azərbaycanda şərait yaranır ki, bu firqə gələ orada bir dənə dövlət təşkil verər. Dövlət təşkil verən kimi Pişəvəri öz hökumətində gəlir Azərbaycanda Milli Məclis yaradır, şurahay məhəlli yaradır, hərbi qüvvələr yaradır ki, naəmniliyin qabağını ala, dil məsələsini azad edir, millət öz dilinə yazır, oxuyur, ondan sonra danışır, o qadağaları götürür, komitə sinfi yaradır və çox bu işləri görür Pişəvəri. Pişəvəri xalqın içində çox belə demək olar dərindən yer açır. Pəhləvidəki təzə gəlib iş üstə bir neçə ilin hökumətin mərkəzisidir, bu vəziyyətdən narazıdır, bu vəziyyətdən xoşu gəlmir ki, Azərbaycan özünə bir federal kimin ola, İran ölkəsinin içində ola və bu cür inkişaf tapa, bundan razı deyil. Ona görə hər zaman Pəhləvi Pişəvəri dövlətinə ya hökumətinə baskılar, fişarlar verir və hökuməti istəyir aradan apara, amma aparanmır. Niyə aparanmır? Çünki bir tərəfdən Ruslar Azərbaycandadırlar və Ruslar da buna görə ki, Pəhləvi Qərbin adamıdır, amili gəlib iş üstə, onun qabağında bir vəziyyət yarada, müstəqil bir yarada Pişəvəri dövlətindən himayət edir. Bu himayətə görə Pəhləvi gələnmir. 1325-də Birləşmiş Dövlətlər Təşkilatı tərəfindən, Sazman Millərin tərəfindən və Amerikanın tərəfindən Ruslara fişar gətirdilər ki, sən gələ İrandan çıxasan və İranı tərk edəsən. Dediyim kimi, Ruslar da üçün Almanla dərgir idilər, 2-ci Dünya Savaşından dərgirdirlər və çıxıblar. Ona görə də gəlirlər, əzlahaz geopolitik siyasətlərini dəyişirlər. Pişəvərdən himayət edirlər, himayətlərini kəsirlər. Azərbaycan torpaqlarını işğal ediblər, ərazidən çıxırlar. Çıxandan sonra Pəhləvi ya Məhəmməd Şah Pəhləvi bu fürsətdən istifadə edir, arteşini oradan göndərir, gəlir, Təbrizi işğal edir
və Təbrizdə hakim olur. Pişəvərcildə baxırlar buna görə ki, qan tökülməsin, mənim öz istinbatımdır. Buna görə ki, Azərbaycanın sərvəti dağılmasın, Azərbaycan məntəqəsi aradan getməsin və buna da bilirlər ki, hər halda Pişəvərinin hökuməti bir dənə federal hökumətdir. Təbii ki, o imkanatı nizamisi, hərbi hissələri mərkəzi dövlətin qabağında azdır. Onların təyyarələri var, bunların yoxudur. Onların çox qüvvələri var, bunların yoxudur. Hər halda bunlar çox müqavimət eləmirlər, ya müqavimət eləyənmirlər ərteşin qabağında. Şah gəlir, Təbrizi işğal edir və Təbrizdə ağla sığışmayan bir cinayətlərə məruz qalır Azərbaycan xalqı və öldürür, kəsir. Bir ibarətə görə tarixdə də yazılır ki, bu 20-25 min nəfər firqəçini, demokratçını və onlar ki, hər halda bir bağlılıqları var imiş Pişəvərinin dövlətinə, ya firqələrə, ya fədailərə, onları tutur Təbrizdə, Urumiyədə, Xoyda, Salmasda, başqa bir yerlərdə bunları asır, dağıdır və nəhayətdə bunun adını qoyur Ruzi Nəcati Azərbaycan. Yəni ki, Azərbaycan bir dənə məmləkətə bir dənə yamaq imiş, bir dənə təhdid imiş. Biz gəldik Azərbaycanı azad elədik və bunun tərsinə millətdə bir məlumat yarırlar və bunun üstündə gedirlər və indi də elə bizim bu manqurtlarımız buna istinad edirlər. Bizim İran şəhərlərimiz buna istinad edirlər ki, bəli, 21 Azər 1325 Ruzi Nəcati Azərbaycan.